Qızlar, həqiqətən də mi düşünürsünüz ki, bir kişi sizin həyatınızdadır və sizə hədiyyələr almaq, sizi xoş tutmaq üçün pulu yoxdur? Ki, fərqindəliyiniz yüksəkdirsə, anlayırsınız ki, bir kişi onun üçün dəyərli olan bir qadına hər şey etməyə hazırdır. Amma əgər o hiss etmirsə ki, məhz siz onun qadınısınız, o zaman bir çox bəhanələr tapmağa davam eləyəcəkdim. Gözləmlədiyim bir şey var ki, bir qadın sevgiyə acdırsa, o onu seçməyən kişi ilə davam etməyə hazır olur. Və bir qadın sevgidən qorxursa, o qadın da yalnızca hədiyyələrə və pula aldanmağa davam eləyir, çeklistlər hazırlayır ki, sevgidən qaçsın. Əslində isə əsl sevgidə tərəflər bir-biri üçün hər şey etməyə, daima orada olmağa hazırdır. Və əgər hələ də sevgidə sanki bəxtiniz gətirmirsə, nəsə yolunda getmirsə və davamlı kişilər sizə simiclik etməyə davam eləyirsə, o zaman sizləri dəvət edirəm öz güvəniniz üzərində dərindən işləməyə. Aşağıda mənə metod sözünü yazırsınız. Bizimlə bərabər 12-12 tarixində başlayacaq çəhrayı maşın təlimində öz güvən məsələlərini və daha çoxunu işləməyə başlayırsınız.